Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər, yarım finala keçən hörmətli şagirdlərimiz sizinlə 2023-24-cü tədris ilində fənn müsabiqəsinin yarım final mərhələsində istifadə olunmuş sualların izahı ilə qarşınızdayıq. Birinci sualımızda soruşur: vegetativ yolla çoxaldılmış kartof bitkisinin kök sisteminin tərkibindən mənşəyinə görə müəyyən edilə bilən köklər. Dedim vegetativ, burada yadınıza saxlayın ki, burada vegetativ söhbəti gedibsə, deməli burada nə olub? Əsas kök olmayacaqdır. Digər olacaq, yəni yan və əlavə köklər olacaq. Bu da D variantına uyğun gəlir. Xleser və pedilafın olması aşağıdakı heyvanlar üçün xarakterikdir. Yadınıza saxlayın ki, pedilafın olması hörümçək-kimlər sinfinə aiddir. Hörümçək xüsusiyyətləri, o da bir neçə dəstəyə bölünür. Hörümçək, əqrəb, böv, gənələr dəstəsi. İndi biz bunların nümayəndələrini buradan tapacağıq. Buradan nümayəndələrinə baxsaq, bir burada tarantuldur, sonra otlaq gənəsidir, bir də əqrəbdir. Bu da B variantına uyğun gələcək. Həşəratların qanadları yerləşir. Yadınıza saxlayın ki, həşəratların qanadı onların ikinci cüt döş boğumundan yerləşir və iki cüt qanadları vardır. O da olacaq C variantı, yalnız döş hissəsində. Çiçəkli bitkilərdə çılpaq toxumlu bitkilərdə qoza nəyin şəklini dəyişməsidir? Yadınıza saxlayın ki, qoza çiçəkli bitkilərdə də çiçək zoğun şəkil dəyişməsidir, qoza da zoğun şəkil dəyişməsidir. Hörümçək-kimlərin baş döş hissəsində yerləşir. Yadınıza saxlayın, hörümçək-kimlərin baş döş hissəsində 4 cüt yermə ayağı yerləşmiş olacaqdır. Sonra verilmiş bitki siyahısına meyvə növlərinin siyahısının tam uyğun olduğunu göstərin. Birinci, bax, kələmin meyvəsi nə meyvədir? Kələmin meyvəsi buynuz meyvədir. Qarğıdalının meyvəsi dən meyvədir. Lobyanın meyvəsi paxla meyvədir. Zəncirotunun meyvəsi toxumca meyvədir. Sonra kartofun meyvəsi də gilə meyvədir. Bu da B variantına uyğun gəlmiş olacaqdır. Orqanizmdə və onların həyat dövrlərinin xüsusiyyətlərinin arasında uyğunluğu müəyyən edin. Gametofit mərhələsində saprofit mərhələsi üzərində üstünlük təşkil edir. Bir də sporofit mərhələsi gametofit mərhələ üzərində üstünlük təşkil edir. Gametofit mərhələ üstünlüyü ancaq mamırlarda üstünlük təşkil edir. Qalanlarında isə saprofit nəsə üstünlük təşkil etmiş olacaq. Deməli, birə aid olacaq mamır, qalanları isə saprofitə aid olmuş olacaq. Bu da 7-ci sualımızda B variantına uyğun gələcək. 8-ci sualımızda nə soruşur? Bitkinin vegetativ hissələrinin sadalan şəkil dəyişməsi hansı yarpağın şəkil dəyişməsinə aiddir? Yarpağın şəkil dəyişməsinə aid olan bir zirincin tikanıdır, bir də noxudun bığcığı. Bu da D variantına uyğun gəlmiş olacaqdır. 9-cu sual. Qıcıqlar həyat siklində cinsi nəsil hesab olunur. Cinsi nəsil protaldır, o da gametofit nəsil adlanmış olur. Sonra 10-cu. Noxudun kök sistemində hansı rəqəmlər göstərilmişdir? Yadınızı saxlayın ki, noxud paxlalara aiddir. Paxlalarında kökündə yumurcuq bakteriyalar. Baxın, gör hansında yumurcuq bakteriyası var? Burada B variantında. Qıcının ilk cücərtisinin çiçəkli bitkinin cücərtisindən fərqlənir. Yadınıza saxlayın, qıcının ilk cücərtisi cinsiyyətsiz çoxalmaya xidmət spordan inkişaf etməsinə görə. Çünki çiçəkli bitkilərdə toxumdan inkişaf edir, qıcıda isə spordan inkişaf edir. Şəkildə həyat dövrü göstərilən bitki sprofitdir, ondan spor əmələ gəlir, spordan gametofit əmələ gəlir, gametofitdən isə erkək bitki zigot əmələ gəlir. Göstərilən bu xüsusiyyətlər qıcı bitkisinə aiddir. Göbələk hüceyrəsində yoxdur, göbələk hüceyrəsində plastitlər olmur. Sonra 14. Çiçəkli bitkinin dişi gametofitdir. Dişi gametofit şeyim kisəsi dişi gametofit olan verilmiş bitkilərin hansının meyvəsi yoxdur, amma toxumla çoxalır. Yadınıza saxlayın, meyvəsi olmayan bitkilər çılpaq toxumlardır. Biz burada çılpaq toxumun nümayəndəsini axtaracağıq. Bu da küknardır. 16. Örtül toxumlu bitkilər üçün aşağıdakı ifadələrdən hansı doğru deyil? Örtül toxumlu bitkilərdə yumurtacıq çox yuvalıdır fikri doğru deyil. Çünki burada yumurtacıq yox, yumurtalıq çox yuvalı ola bilər. Sonra ölmüş ağac üzərində yaşayan göbələk. Ölmüşsə ağac üzərində onu yaşayan göbələk saprofitdir və heterotrof yolundan qidalanır. 1, 2.
A variantı. Sonra aşağıdakı verilən hansı qrafik məməli heyvanlar əvvəlcə soyuq, sonra mülayim və ən sonunda isə isti dənizdə olan bədən temperaturunun dəyişikliyini göstərir. Ümumiyyətlə, yadınıza saxlayın ki, məməlilər, quşlar istiqanlı heyvanlardır. Yəni, ətraf mühitin dəyişməsi onun bədən temperaturunun dəyişməsinə heç bir təsir göstərməyəcək. Bu da D variantına uyğun gəlmiş olacaq. Sonra venoz qanın arterial qana çevrilməsi hansı orqanda gedir? Venoz qan arterial qan bir qayda olaraq yadınıza saxlayın ki, ağciyərlər vasitəsilə həyata keçirilir. Qanın oksigenin miqdarı hansı damar və ya damardan keçərkən artır? Ümumiyyətlə, mübadilə baş verir kapilyarlarda. Ona görə də yalnız kapilyarlarda C. Qrafik paxlalı bitkinin toxum cücərməsi üçün əmələ gətirdiyi zamana qədər quru kütləsinin dəyişməsi verilmişdir. Və buradan görürsünüz ki, quru kütləsi müəyyən miqdarı olur. Sonra isə gəlir, burada dayanır. Buradan başlayırıq artır. Artıq burada bütün üzv maddələr sintezi buradan başlayıb fotosintez prosesi keçirməyə. Deyilir, hansı əsl yarpağın əmələ gəlməsi. Buradan getdikcə buradan əsl yarpaq əmələ gələcək. Bəli. Birinci düz olacaq. Birinci əsl yarpaq əmələ gələ biləcək. Bu 1. Bunu 2, bunu 3, bunu da 4 ilə işarə etsə 4, aşağısındakı da xəzan hadisəsində 5 ilə. Deməli, əsl yarpağın əmələ gəlməsi, bəli, baş verə bilər. Sonra, endosperm ehtiyat qida maddələrinin istifadəsi. Xeyr, burada artıq endosperm qida maddəsi istifadə edib qutarıb, yarpaq fotosintez eləyir. Sonra, ləpə yarpaqlarında ehtiyat qida maddələrinin istifadəsi, burada da, yəni bunu da götürə bilmərik. Karbon qazından istifadə, fotosintez prosesi baş veribsə, burada artıq karbon qazından da istifadə baş vermiş olacaqdır. Xəzan hadisəsi, xeyr, bu da aiddir, C variantı olmuş olacaq. 22-ci sualımızda deyir, elmi problemi müəyyən edildikdən sonra izləniləcək mərhələ aşağıdakı verilmişdir. Elmi problem müəyyən edildikdən sonra yadınıza saxlayın ki, ən birinci neyinir? Birinci hər hansı bir müşahidə aparılmaq lazımdır. 7-ci sinif təzə 7-ci sinif dərsində bu haqqında məlumat var. Birinci müşahidə aparılır. Sonra həll yollarının araşdırması üçün bəzi hipotezlər irəli sürülür. Sonra kontrol təcrübə aparılır. Sonra təcrübənin dəyərləndirilməsi baş verir. Sonda isə nəzəriyyə və qanun irəli sürülür. Bu da A variantına uyğun gəlmiş olacaq. 23-cü sualımız. Siçan enerji piramidi hansı səciyyəvi üçün? Siçan bitkilərlə qidalanır. Ona görə də C variantına uyğun gələcək. Yəni burada yerləşəcək. Aşağıdakı sxemdən istifadə edərək hansı fikirlər doğru olduğunu müəyyən edin. Birevli bitkilərdə bircinsli çiçəklər ola bilər. Birevli bitkidə bəli, bircinsli çiçəklər ola bilər. Sonra ikievli bitkilərdə ikincinsli çiçəklər ola bilər. İkievli bitki isə bunda ikincinsli çiçək həyatı boyu olmaz. Çünki ikievli bitki o deməkdir ki, erkək bitki üzərində, dişi bitki başqa bir bitki üzərində. Ona görə bu götürmük. İkievli bitkilərdə bircinsli çiçək inkişaf edə bilər. Bəli. Ona görə düzgün cavabımız olacaq D variantı. Qida şəbəkəsi nəzərdən keçirin. Bu qida şəbəkəsinə dair verilmiş variant hansı doğrudur? Birinci, yalnız bitkini yeyir. Bir A ilə D. Ancaq yalnız bitkini yeyir. Yəni, 2 dənə ancaq bitkini yeyən var. Deməli, ət yeyir. Ət yeyən isə B ilə G-dir. Yəni, 2 dənə də ət yeyən var. Həm ət, həm də bitki yeyir. C ilə G, 2 dənə də bitki yeyən var. Bu da olacaq C variantı. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.